Yazık deyir, ölürəm də bağırsağımda. Büyük yönetsen oradan. Bu yaradır, 12 vaxt bağırsaq burasıdır. Sağlam həyatın təməli düzgün diaqnoz və etibarlı həkim seçimindən başlayır. Ağcabədidə bu etibarı qazanan həkimlərdən biri də Füzulyas xəbər verir ki, Ağcabədi rayon mərkəzi xəstəxanasının peşəkar gastroenteroloqu Emin Salmanzadədir. Mədə və bağırsaq xəstəlikləri çox zaman ilkin mərhələdə gizli inkişaf edir və yalnız ciddi fəsadlar yaratdıqdan sonra özünü göstərir. Məhz bu səbəbdən vaxtında müraciət və düzgün müayinə həyati əhəmiyyət daşıyır. Emin Salmanzadə pasiyentlərinə fərdi yanaşması, dəqiq diaqnostikası və müasir tibbi bilikləri ilə seçilərək hər bir müraciəti diqqətlə dəyərləndirir. Onun əsas məqsədi yalnız xəstəliyi müalicə etmək deyil, həm də xəstəliyin yaranma səbəblərini aradan qaldırmaq və pasiyentlərin uzunmüddətli sağlamlığını təmin etməkdir. Müasir endoskopik müayinələr, dəqiq analizlər və effektiv müalicə üsulları sayəsində bir çox mədə-bağırsaq problemləri erkən mərhələdə aşkarlanaraq uğurla aradan qaldırılır. Əgər sizdə mədə ağrıları, qıcqırma, həzm pozğunluğu, iştahsızlıq və ya digər narahat edici hallar müşahidə olunursa, bunu diqqətdən kənarda qoymayın. Unutmayın ki, vaxtında atılan addım sizi ciddi problemlərdən qoruya bilər. Peşəkarlıq, diqqət və etibar, bütün bunları bir arada axtarırsınızsa, doğru ünvandasınız. Sağlamlığınızı təsadüfə buraxmayın, onu etibarlı əllərə həvalə edin. Seçiminiz sağlam gələcəyinizdir. Emin Salmanzadə ilə sağlam həyata doğru bir addım atın ünvan. Ağcabədi rayon mərkəzi xəstəxanası həkim. Emin Salmanzadə qəbul günləri. Həftə içi hər gün müraciət edə bilərsiniz.